Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda iki bacı dəm qazından boğularaq ölüb. Xəbər verilir ki, yanvarın 20-si saat 01 radələrində Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü qadın cinsli şəxs və bacısı 1955-ci il təvəllüdlü qadın cinsli şəxs yaşadıkları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Bundan başqa yanvarın 19 saat 19 radələrində Mingəçevir şəhər sakini 1982-ci il təvəllüdlü qadın cinsli şəxs yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı prokurorluqda araşdırmalar aparılır. Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər dövlət proqramına əsasən paytaxtda 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Bu layihələrdən biri Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətullah küçələrinin əlaqələndirən yeni yoldur. Artıq ərazidə hazırlıq işləri başlanılıb. Yeni yol ərazidəki dəmiryol xəttinin aşağı hissəsindən tunel vasitəsilə keçəcək və Ağşəhərdən Babək prospekti istiqamətində alternativ yol olacaq. Bu yolun açılması hər iki istiqamətdə gediş-gəlişi asanlaşdıracaq və vaxt itkisini minimuma endirəcək. Daha bir mühüm layihə Akademik Həsən Əliyev küçəsi ilə metronun Koroğlu stansiyasını əlaqələndirən yolun inşasıdır. Artıq yol boyu tunellərdə və piyada keçidlərində tikinti quraşdırma işləri aparılır.